Salam hörmətli izləyicilər. Bugün mən sizə yanvar ayı üçün olan 12 bürc haqqında ulduz falını təqdim edəcəyəm. Hər bürc üçün bu ayı nələrin gözlədiyini birlikdə öyrənək. Koç, yanvar ayı koçlar üçün aktiv və hərəkətli keçəcək. Bu ay yeni iş planları və şəxsi məqsədlər ön plana çıxır. Bəzi anlarda tələskən qərarlar vermək istəyə bilərsiniz, amma səbirli olun. Maddi məsələlərdə ehtiyatlı davranmaq vacibdir. Ayın sonuna doğru özünüzü daha güclü hiss edəcəksiniz. Buğalar üçün yanvar ayı sabitlik və düşüncə ayıdır. Ailə ilə bağlı mövzular və köhnə məsələlər yenidən gündəmə gələ bilər. Maliyyə baxımından xərclərə diqqət etmək tövsiyə olunur. İş həyatında yavaş amma sağlam addımlar atacaqsınız. Daxili rahatlıq tapmaq üçün özünüzə vaxt ayırın. Əkizlər üçün yanvar ayı ünsiyyət və xəbərlərlə dolu olacaq. Yeni tanışlıqlar və maraqlı söhbətlər həyatınıza rəng qatacaq. Bu ay verdiyiniz qərarlar gələcək ayları təsir edə bilər. Duyğularla yox, məntiqlə hərəkət edin. Ayın sonu sizin üçün daha aydın və rahat olacaq. Xərçənglər üçün emosional və həssas bir ay başlayır. Keçmişdə qalan mövzular yenidən xatırlana bilər. Sevdiyiniz insanlarla münasibətlərinizdə səmimi olmaq vacibdir. İş və şəxsi həyat arasında tarazlığı qoruyun. Ayın ortalarından sonra ruhən rahatlayacaqsınız. Şirlər üçün yanvar ayı diqqət mərkəzində olmaq ayıdır. İş həyatında özünüzü sübut etmək fürsətləri yaranacaq. Bəzi insanlar sizdən dəstək gözləyə bilər. Özünüzə həddindən artıq güvənməkdən çəkinin. Düzgün addımlar sizi uğura aparacaq. Qız bürcü üçün yanvar ayı plan və məsuliyyət ayıdır. Sağlamlıq və gündəlik rejim ön planda olacaq. İşdə detallara diqqət etmək sizə üstünlük qazandıracaq. Bəzən özünüzə qarşı çox sərt davranmayın. Ayın sonunda rahatlama hiss edəcəksiniz. Tərəzilər üçün münasibətlər yanvar ayında əsas mövzudur. Sevgi və dostluq əlaqələrində qərar verməli ola bilərsiniz. Daxili balansı qorumaq bu ay çox önəmlidir. İş həyatında kompromis sizə fayda verəcək. Ayın sonu daha sakit keçəcək. Əqrəblər üçün yanvar ayı dəyişikliklərlə doludur. Maddi məsələlərdə gözlənilməz xəbərlər ala bilərsiniz. Hər kəsə hər sirrinizi açmayın. Duyğularınızı nəzarətdə saxlamaq vacibdir. Ayın sonunda daha güclü olacaqsınız. Oxatanlar üçün yanvar ayı motivasiya ilə başlayır. Yeni ideyalar və planlar sizi həyəcanlandıracaq. Səyahət və yer dəyişikliyi gündəmə gələ bilər. Risk alarkən ölçülü davranın. Ayın sonu uğurlu xəbərlərlə bitə bilər. Oğlaqlar üçün yanvar ayı zəhmətin qarşılığını alma ayıdır. Karyera ilə bağlı önəmli inkişaflar mümkündür. Səbirli və planlı olmaq sizə fayda verəcək. Ailə ilə bağlı mövzulara vaxt